Bugün biz DİM 20 sınaq testlərindən 4-cü qruplar üzrə olan 6-cı sınağın izahına baxırıq. Birinci sual, hansı reaksiyada X natriumdur? A bəndində deyil. Niyə? Çünki natrium su ilə reaksiya daxil olan zaman natrium OH və hidrogen ayırır. Amma burada oksit verib. B bəndində natrium nitrat, bəli, parçalanarsa natrium nitrit və O2 ayrılacaq. Yəni bu sxemə uyğun gəlir. C bəndi ola bilməz, çünki natrium oksigenlə reaksiya daxil olan zaman natrium 2, O2 alınır. D bəndində də deyil, çünki düzdür, natrium qatı sulfatla reaksiya gedəndə H2S alınır, amma duzu, bu ikivalentli duzdur burada yazılan, çünki normalda natrium 2, SO4 alınmalıdır. Bu da deyil. E variantında da bilirik ki, H-klor və nitrat eyni qüvvətli turşulardılar və onlar bir-birlərini yalnız o zaman dozlarının məhlullarından çıxarda bilərlər ki, alınan məhsulda çöküntü olsun, amma burada da heç bir çöküntü yoxdur deyə bu reaksiyanda qəbul etmirik. Bu şəkildə gəldik ikinci suala. Deyir, X, Y müəyyən eləyin. X-imiz natriumdan kalsiumun ortaq xüsusiyyətidir, Y-imiz kalsiumdan sinkin ortaq xüsusiyyətidir. Birinci, karbonatı suda həll olmur. Bilirik ki, natrium, kalium, amonium karbonatlar suda həll olanlardır, digərləri isə həll olmur. Onda kalsiumdan sink olacaq, həll olmayan karbonat. Su ilə qələbə əmələ gətirir natrium və kalsium. S elementidir, yenə də natrium və kalsium S elementidir. Birləşmələrdə ikivalentli olur ki, sink və kalsium, bu da 4. 2, 3, 1, 4. Deməli, üçüncü sualda qələvi metallar verilib. Hər biri eyni kütləyə gətirilib və bizə deyir, reaksiya sərf olunan oksigenin mol miqdarı N1, N2, N3 olaraq götürülür. Deməli, hələ ki biz bilmirik hansı, belə deyim, litiumdur, hansı kaliumdur. Gəlin yazaq. Məsələn, litium oksigenlə reaksiya daxil olan zaman bizə verir litium 2O. Əmsallaşdırsaq, bura 4, bura 2 atarıq. Natrium oksigenlə reaksiya daxil olan zaman natrium 2, O2, bura 2 yazmağımız kifayətdir. Kalium oksigenlə reaksiya daxil olan zaman superoksid əmələ gəlir. Kalium O2. Burada da əmsala ehtiyac yoxdur. Bizə deyir ki, hər birini bərabər kütlədə götürmüşük. Aha, onda belə baxırıq. Deməli, litium 4 vur 27. 28 qram litium əgər 1 mol oksigenlə reaksiya daxil olursa, M qram litium onda nə qədərlə daxil olar? Bir X götürməyək, o da hərflər qarışar sonra A qədər. A nəyə bərabərdir? M bölünsün 28-ə bərabərdir. Gəldik natriuma. Deməli, 46 qram. Niyə 46? 2 vurulsun 23. 46 qrama 1 mol oksigen sərf olunursa, M qrama da bir B qədər. Yəni, M bölünsün 46 qədər. Kaliuma gəlsək, 39 qram kalium əgər özünə 1 mol oksigen birləşdirirsə, M qram kalium özünə bir C qədər. Yəni, M bölünsün 39 qrama böldük, M bölünsün 39 mol oksigen birləşdirər. Bunları müqayisə eləsək, biz nə görürük? Görürük ki, deyir, metalların ərimə temperaturlarının, ən çox oksigen kimə sərf olunur? Bunu tapmaqdan ötürü bilirik ki, sürətləri bərabər olan kəsirləri müqayisə eləyərkən hansının məxrəci ən azdırsa, o ən çoxdur. İndi mən də görürəm ki, məsələn, A, yəni litiumun aldığımız A, M bölünsün 28. Bu daha çoxdur. Düzdürmü? Və bizə də deyir, N3 ən böyüdür. Deməli, bizim Z-imiz litiumdur. Sonra N2, yəni bu ABC-ni düzsək, M bölünsün 28, bu böyükdür, M bölünsün 39-dan, o da böyükdür, M bölünsün 46-dan, düzdürmü? Onda deməli bizim M bölünsün 28-imiz N3-dür, M bölünsün 39-umuz N2-dir, M bölünsün 46-mız da N1-dir. Onda N3 olan, bildik ki, litiumdur, N2 olan, onda kalium olacaq, yəni Y-ə kalium yazırıq. X-ə də qaldı natrium. İndi bizə deyir ki, indi bizdən nə soruşur? Deyir, bunların ərimə temperaturlarının artma sırası. Biz də bilirik ki, litium, natrium,
kalium sırasında dövrə sistemdə əslində qrup üzrə yuxarıdan aşağı getdikcə bərklik artmalı idi. Ərimə qaynama temperaturları artmalı idi, amma bunlarda belə olmayacaq. Çünki bilirik ki, litiumdan başqa hamısı, yəni bıçaqla kəsiləcək qədər yumşaq olur. Ona görə də biz də azdan çoxa doğru düşsək, ən az kalium olar. Kaliumumuz da Y ilə ifadə olunub. Y. Daha sonra X, ən çox isə litium, yəni Z olacaq. Ona görə də cavab olacaq C variantı. Gəldik 4-ə. Hansı reaksiyalar doğrudur? Deməli, mis qatı nitratla reaksiya daxil olanda bizə NO2 verər. Ona görə də bu yanlışdır. Yəni bir doğru deyil. Sink natrium OH-la, bəli, H2 hidrogen ayırır. Bu doğrudur. Sonra ferrum xlor 2 ilə reaksiya daxil olan zaman, bəli, 3 valentli duzunu verir. Əgər H xlorla reaksiya daxil olsaydı 2 valentli duzunu verərdi. Sonda qatı nitratla verməlidir NO, amma NO2 verir. NO2 ilə pasiv metallar NO2-ni alındırır, belə deyək. Ona görə də 4 də düzgün olmadı. Doğru cavab oldu D variantı. 5-ci, maddəni bizə verir. Kalium 2O kütləsini verir. Reaksiya daxil olan suyun kütləsi. Aha. XO3-də X-in kütlə payını hesablayın. Deməli, nə edirik? Aha. Kalium 2O su ilə reaksiya gedən zaman alınacaq 2 mol kalium OH. Və əgər biz kalium O2-nin kütləsini 18.8 götürmüşüksə, kalium 2O-nun emirini hesablasaq, 39 vursaq 2-yə, 78 üstünə də gəlsək 16-nın 94. Emiri 94-dür. 94-də biz nə qədər normalda su birləşdiririk? 18. Bəs 18.8-ə nə qədər su birləşdirməliyik? M qədər. Buradan M-i tapırıq. Deməli, 18.8-i vururuq 18 suyun kütləsinə, bölürük 94-ə. Bu da eləyəcək 3,6. Aha, tapdıq ki, M bərabərdir 3,6. İndi bizə deyir ki, XO3 su ilə reaksiya daxil olanda daxil olduğu suyun kütləsi nə qədərdir deyir? 20 olduğunu deyir. Yəni XO3 yəqin ki, turşu oksidlərindən olacaq da. Bunu da belə necə deyim? M-in yerinə gətirək 3,6 yazaq. Bura 20 yazaq, özləri veriblər. Suyun kütləsini, emirini 18 yazaq. Görək buradan bir A qədər. XO3. XO3-ün emirini hesablayaq. Onda A da bərabərdir. 20-ni vursaq 18-ə 360, bölsək 3,6-ya, bu da bərabər olur 100-ə. Aha. Onda X-i hesablasaq, deməli 48-i çıxsaq, 100-dən 3,16 48-dir, olacaq 52. Tapdıq ki, X-imiz 52 imiş. İndi onun faizini hesablasaq, biz də bilirik ki, omegası hesablananda kim soruşulur, onu yazırıq surətdə 52 bölünsün, ümumi emirimiz 100-dür, vurulsun 100%, ixtisar gedər, qalar cavab elə 52. Aha, 6-cı suala baxırıq. Deməli, 6-da bizə nə deyir? Alüminiumla reaksiya daxil olur X, həm alüminium, həm kalsiumla reaksiya daxil olur Y, yalnız kalsiumla reaksiya daxil olur Z. Verilən variantlar üzrə görürəm ki, burada natrium OH var, xlor 2 var, H2 var, nəysə. Məsələn, A bəndindən başlasaq. Alüminiumla reaksiya daxil olur. Deməli, natrium OH, bəli, alüminiumla reaksiya daxil olur. Deyək ki, indi X-imiz natrium OH-dır. Y-də xlor həm alüminium, həm kalsium, bəli, xlor metallarla reaksiya gedir. H2, bəli, kalsiumla reaksiya daxil olur, amma alüminiumla reaksiya daxil olmur. Elə A bəndi ödədi. İndi gəlin baxaq B bəndinə. Məsələn, B bəndində alüminiumla reaksiya daxil olurmu oksigen? Bəli. H xlor alüminiumla kalsiumla reaksiya daxil olurmu? Bəli. Amma kalium OH kalsiumla reaksiya daxil olmur. Ona görə bu olmadı. C bəndində alüminium natrium OH-la bəli. Alüminium həm H2,
hidrogen həm H2 həm alüminiumla reaksiya daxil olurmu? Doğru demədim fikrimi. H2 həm alüminium həm kalsiumla reaksiya daxil olurmu? Alüminiumla yox, kalsiumla olur. Ona görə də heç Y-də ödəmədi. Baxdıq D variantına. H2 alüminiumla reaksiya getməz. E variantında oksigen natriumla gedər. Bəli, natrium OH alüminiumla gedir, amma kalsiumla getməz. Ona görə də cavab olacaq A variantı. 7-ci suala baxsaq. Deməli, 7-də nə deyir? Euler-Venn diaqramına uyğun bəndləri müəyyən eləyin. Aha. Bir valent elektron var, lityum natrium. Bir valent elektronu var hər ikisinin. Azotla adi şəraitdə reaksiya daxil olur, lityum. Oksigendə yandıqda peroksid əmələ gətirir, natrium. Nitratın parçalanmasından 3 maddə alınır, bu da lityuma aiddir, sözsüz ki. Aha, indi baxaq, 2, 4. Deməli, hardadır variantlar? 2, 4, 3, o da 1. Cavab olacaq C variantı. Aha, cavab C. X hansı reaksiyada sinkdir? X hansı reaksiyada sinkdir? Deməli, baxırıq A bəndinə. X plus su, yox, sink sudan hidrogeni çıxartmır. B bəndində, bəli, sink natrium OH-la reaksiya daxil olaraq hidrogeni çıxarda bilər. C bəndində bu reaksiyasında getməlidir. Niyə? Duzla əsas o zaman reaksiya gedər ki, alınan məhsulda çöküntü olsun. Burada da məsələn deyək ki, sink olsaydı, sink OH 2 dəfə çöküntüdür, bir də kalium sulfat suda yaxşı hal olan duzdur. Yəni əslində bu reaksiya gedirdi. Ona görə götürmürük, yanlış veriblər. Əgər sink olsaydı qatı nitratla NO2 verməzdi. Bu yalnız pasiv metallar verir. Sonra sink nitrat su ilə elektroliz olan zaman sink orta aktiv metal olduğuna görə burada həm H2 həm də sink alınmalı idi əslində. Yəni bu doğru deyil. Ona görə cavab olacaq B bəndi. Hansı reaksiyada xromun 2 valentli birləşməsi alınır? Xrom oksigenlə xrom 2 O3 verəcək. H xlorla xrom xlor 2 plus H2 verəcək. Aha, 2-ni alındırdıq. Sonra xrom sulfatın durusu ilə, bəli, xrom SO4 plus H2 verəcək. Bu da olar. Xrom xlorun özü ilə birləşən zaman, yəni ferrum kimidir bunda da, xrom xlor 3 alınır. Ona görə də cavab olacaq D variantı, yəni 1-ci ilə 4-cü olmaz. 10-cu sualda sink berilyumdan ibarət 31 qram qarışıq üzərinə natrium OH əlavə edib qızdırdıqda 2,2 mol qaz ayrılmışdır. Gəlin belə baxaq. Bilirik ki, sink, belə bir qayda var. Sinkdir, berilyumdur, alüminiumdur, silisiumdur. Bunlar natrium OH-la reaksiya daxil olan zaman öz valentliklərinin yarısı qədər hidrogen ayrılırlar. Yəni, mən belə reaksiyanı axıra qədər yazıb əmsallaşdırmayacağam. Eləcə yazacağım, H2 alınır. Bilirəm ki, sink 2 valentlidir, ona görə də 1 mol H2 alınacaq. Yəni, biri daha yazmağıma ehtiyac yoxdur. Berilyumda yenə plus nöqtə bunu da yazaq. Aha, natrium OH-la reaksiya daxil olanda buradan da yenə 1 mol hidrogen çıxacaq və digər məhsul. Çünki berilyumda 2 valentlidir, ona görə də ondan 1 mol hidrogen ayrılacaq, onun natrium OH-la reaksiyasından daha doğrusu. Aha, indi X mol sink, Y mol berilyum reaksiya daxil olub və alınan hidrogenlər də X mol hidrogen, Y mol hidrogen ayrılır. Bizə deyir ki, ikisindən birlikdə 2,2 mol qaz ayrılmışdır. Yəni X plus Y nəyə bərabərdir? X plus Y bərabərdir 2,2-yə. İndi sink X moldursa, bu 65X üstə gələk. Berilyum 9Y bərabərdir 31. Bu bizim sistem tənliyimiz. Və bunu həll edən zaman deməli X nəyə bərabərdir? X bərabərdir 2,2-dən çıxırıq Y-ə. Gətirib yerinə yazanda 65 vurulsun, 2,2 çıxılsın Y plus 9Y bərabərdir 31. 65-i 2,2-yə vursaq, 65 vur 2,2, 143 çıxaq 65
y plus 9y bərabərdir 31. Deməli, 65y çıx 9y. Niyə çıxacaq? Çünki biri mənfi, biri müsbətdir. Bu bizə verər, məsələn, mənfi 56. Mənfi 56y bərabərdir. Aha, deməli, 31-dən də 143 çıxacaq. Bu da eləyəcək mənfi 112. Onda y-imiz də bərabər olacaq 2-yə. Aha. Sonra onda x-i tapaq. X-imiz də nəyə bərabər olacaq? 2,2-dən 2-ni çıxsaq 0,2-yə bərabər olacaq. İndi bizdən nə soruşur? İlkin qarışıqda sinkin kütləsini hesablayın. Sinkin molunu 0,2 mol götürdük. Deməli onda 0,2-ni də vursaq 65-ə. Bu da eləməlidir 13. 13. Cavab olacaq C variantı. Bu şəkildə 7-ni elədik. 11-ə baxırıq indi. Aha. Deməli 11-də nə deyir? Birinci, ikinci, üçüncü üçün uyğun olanları müəyyən edin. 1, 2, 3 üçün uyğun olanları. Natrium OH-la reaksiya daxil olmur. Aha, daxil olmadığına görə natrium OH, yəni birincini aid edirik 2-yə. Biri buraya yazırıq. Oksigenlə qarşılıqlı təsirdə olur. Oksigenlə qarşılıqlı təsirdə olur. Birinci, hamısı, yəni mis də, dəmir də, sink də. 2-ni yazırıq bura. Xlorid turşusu ilə reaksiya daxil olur. Xlorid turşusu ilə kuprum daxil olmaz. Ferrumdan sink daxil olar. 3-ü yazırıq. 3-ə. Suda həll olmur. Heç biri suda həll olmur. Ona görə də 1-ə 2, 4, 2-yə 1. Aha, bu da A bəndinə uyğun gəlir. 12. Bərabər kütlədə götürülmüş natrium peroksidin karbon dioksidlə reaksiyasında maddələrdən birindən 17 qram artıq qalırsa, neçə qram oksigen alınır? Deməli, natrium peroksidin karbon dioksidlə reaksiyasını yazsaq, natrium 2O2 plus karbon qazı bizə verər natrium 2CO3 plus oksigen. Aha. İndi deməli karbonu bura 2 yazıram, karbon qazına görə onda burada 2 yazıram, burada 2 yazıram. Oksigenlərə baxsaq 4, üstə gəl 4, 8, aha, alındı. İndi bizə deyir ki, bərabər kütlədə götürüləndə hər ikisindən m qram götürsək əgər, bunlardan birindən deyir 17 qram artıq qalarsa neçə qram oksigen alınar? Emerlərini hesablasaq, deməli natrium 2O2-də 46 üstə gələk 32, 78, 2 vurulsun 78, 2 vur 78. Oksigen nədir? Karbon qazı 44-dür, 2 vurulsun 44. Bu eləyir 88. İndi hər ikisini eyni kütlədə götürsək, sözsüz ki, natrium 2O2 daha çoxdur deyənə, yəni azı çoxa çatdırmaq kimi baxsaq, məsələn, desək ki, 2 vur 78-i vursaq 2-yə 156. 156 olaraq bunu götürsək, məsələn, 156 olaraq da bunu götürsək. Yəni, natrium peroksiddən artıq qalmasa da, 156-dan çıxsaq 88-i, məsələn, 68 qram karbon qazından artıq qalacaq. 68, bunu da bölsək 17-yə, deməli, 17 mol götürməkdən ötürü bunlardan 4 dəfə az şəkildə götürməliyik. Yəni 156-nı bölsək 4-ə 39. Hərəsindən 39 qram götürülməlidir. 39 götürsək hərəsindən, onda biz 2 mol karbon qazı yox, 0,5 mol karbon qazı götürməliyik. Yəni bizim, belə deyək, 156 yox, emlərimiz olmalıdır. Tapdıq ki, 39 və 39 götürülməlidir. Necə tapdıq? Yəni, bir də deyirəm, 2 vur 78 oldu 156. Burada böyük miqdar natrium peroksiddir. Deyək ki, hər ikisini 156 götürsək, 156-dan, karbon qazı üçün deyirəm, 156-dan 88-i əgər sərf olunsa, burada yerdə qalır, 156-dan 88-ə 68 qalır. Və bizə də deyir ki, 17 qram. Gəlin, 68-i də 17-yə bölürəm, görürəm ki, mən 4 dəfə çox götürmüşəm də.
Onda belə çıxır ki, biz natrium peroksiddən, karbon qazından hərəsindən 2 mol olaraq yox, hərəsindən 0,5 mol olaraq götürsək, onda 17 qrama artıq qalacaq. İndi gəlin baxaq. Məsələn, deyək ki, 0,5 mol karbon qazı götürmüşəmsə, onda bundan 22 qram, 78 qramlıq natrium peroksiddən 0,5 mol götürmüşəmsə, onda 39 qram da natrium peroksid sərf olunacaq. Natrium peroksiddən heç bir şey qalmasa da 39 çıx 22, 17 qramlıq karbon qazı neynədi? Artıq qaldı və biz bu reaksiyanı 0,5 mol 0,5 mol ölçüsü ilə apardığımıza görə neçə qram oksigen alınır? Mən görürəm ki, 88 qram karbon qazı sərf olunanda 32 qram oksigen əgər alınırsa, bəs gəl görək biz 22 qramlıq karbon qazı istifadə elədik. Buradan nə qədər olar? 32-ni də 4-ə bölsək 8 eləyər. 12-ci sualda aldıq ki, cavab 8. 13-cü sualla davam edirik. Kalsium karbid plus su reaksiyası üçün hansı ifadə doğru deyil? Burada nə alınır? Alınır kalsium OH 2 dəfə plus C2H2. Reaksiya məhsullarının əmsalları cəmi 2-dir. Deməli, əmsallaşdırsaq əgər suyun qarşısına yazmalıyam 2, 2, 4, suyun qarşısına 2 yazsam kifayətdir və bizə deyir ki, məhsulların əmsalları cəmi 2-dir, bəli, doğrudur, amma mən səhv axtarıram. Kalsium OH2 alınır, bəli, alınır. Suyun əmsalı 2-dir, bəli. Qaz halında maddə alınır, bəli. Oksidaşma reduksiya reaksiyasıdır, xeyr. Yanlış olan budur. Oksidaşma dərəcələri burada dəyişmir. Alüminium üçün hansı ifadələr doğrudur? Birləşmələrdə müsbət 3 oksidaşma dərəcəsi göstərir, bəli. Xlorid turşusu və natrium OH-la reaksiya daxil olur, bəli. Suda yaxşı həll olur, xeyr. Adi şəraitdə qatı nitratı ilə, adi şəraitdə yox, yalnız qızdırıldıqda qatı nitratla, qatı sulfatla reaksiya gedir. 1-2 olacaq 14-cü sualda. 15-ə baxırıq. Sfaleritin tərkibinə daxildir. Sfaleritin tərkibinə daxil. Sfalerit sink S. H2 ilə reaksiya daxil olmur. Deməli, X, Y, Z metallarını müəyyən edin. Deməli, X-imiz onda sink oldu. Çünki sfalerit var. Civə yox, mis yox, xrom yox. H2 ilə reaksiya daxil olmur. Aha, artıq alüminium olduğunu, yəni C bəndinə baxdım. Ya C-dir, ya D-dir. D-də Y kalsiumdur. Kalsiumdan hidrogen reaksiya daxil olur, amma alüminiumdan olmaz. Deməli, Y alüminiumdur. Malakitdə də misdir də malakitin tərkibinə daxil olan. Olacaq C variantı. 16-da X hansı metallar ola bilər? Əgər qatı ilə NO2 veribsə, pasiv metallar olacaq. 2 və 4 olacaq. Sonra 17-ci suala baxırıq. Gələvi metallar verir. Su ilə reaksiyasından alınan H2-nin həcmi. Aha. 3-cü dövr olarsa. Deməli, litium su ilə reaksiya daxil olanda litium OH plus H2. Sonra natrium. Natrium su ilə reaksiya daxil olan zaman natrium OH plus H2. Kaliumda su ilə reaksiya daxil olan zaman kalium OH plus H2. Əmsallaşdırsaq, deməli, 2 yazsaq bura, 2 yazsaq bura, burada 2 yazsaq. Hidrogenlərimiz bərabərləşdir. Həmçinin də hamısı eyni valentli olduğuna görə bu şəkildə neynirik? Əmsallaşdırırıq. Yəni, hamısından eyni hidrogen ayrılıb. Amma indi bizə deyir ki, eyni kütlədə götürmüşəm. Deməli, baxsaq, 39 vur 2, 78 qram kaliumdan əgər 1 litr hidrogen alınırsa, M qramdan da bir A qədər alınsın. A nəyə bərabərdir? M bölünsün 78-ə. A bölünsün 78-ə. Sonra, məsələn, natrium 46. 46 ilə 1 litr alınırsa, M qramla bir B qədər. Yəni, M bölünsün 46 qram alınır. Litium 14, 2 vur 7, 14 qramdan 1 mol alınırsa, M qramdan da bir C maddəsi götürək. O da bərabərdir. M bölünsün 14 şəklində. İndi biz gördük ki, belə deyək də, A nə qədər oldu? M bölünsün 46. A-mız A bölünsün M bölünsün 78. Bizə də deyir ki, deməli ən kiçik, ən az oldu M bölünsün 78. Bilirik də, sürətləri bərabər olan məxrəclərdə hansının
sürətləri bərabər olan kəsirlərdə hansının məxrəci böyükdürsə, o rəqəm azdır. İndi bizdə də deyir ki, V1 ən azdır. Deməli, onda kaliumumuz V1-dir. Kalium. V1 olan kaliumdur. Sonra M bölünsün 46, yəni natriumdan alınan ondan nisbətən daha çoxdur. Onda V3-ümüz olacaq natrium, yəni V3 olan zetimizdə natrium. V2-miz, yəni ən çox həcmdə alınan olacaq litium elementi üçün. Onda Y2-miz də nədir? Litiumdur. Y2-miz də oldu litium. İndi deyir, reduksiya edicilik xassəsinin azalma sırasını müəyyən edin. Biz də bilirik ki, qrup üzrə yuxarıdan aşağı getdikcə, yəni litium, natrium, kalium sırasında reduksiya edicilik artır. Metalları da, məsələn, litiumumuz Y-dir, natriumumuz Z-dir, kaliumumuz da X-dir. Və bunun azalma sırasını müəyyən etsək, tərsdən gedərik. Yəni, bu şəkildə. O da olacaq A bəndi. 18-də reaksiyası üçün hansı ifadə doğru deyil? Bu termit qaynağıdır. Oksidləşmə reduksiya reaksiyasıdır, bəli. Eksotermik reaksiyadır, bəli. Yüksək istiliyin ayrılması ilə gedir. Termit qaynağıdır, bəli. Reaksiyadan alınan bəsit maddənin əmsalı 9-dur. Aha, deməli bunu yazsaq. Ferrum plus alüminium 2O3. Dəmir burada müsbət 3/8-dən 0-a gedir. 3-ü də vırsaq 8. 8-i yazırıq alüminiumun qarşısına. 3 yazırıq ferrumun qarşısına. Deməli ferrum 9 olur əmsalı, alüminium da 4 olur. Onda deyir ki, reaksiyadan alınan bəsit maddənin əmsalı 9-dur. Bəli, 9-dur. Reaksiyadan alınan mürəkkəb maddə su ilə qarşılıqlı təsirdə olur. Xeyr, alüminium 2O3 su ilə reaksiya daxil olmaz. Elə səhv variant da budur. 19-cu sualda deyir, M-i hesablayın. M-i hesablayın. M nədir? Baxaq. Deməli, M qram natrium OH. Deməli, 19-cu sualda natrium hidridin su ilə reaksiya daxil olduğunu göstərir. Bu bizə verir natrium OH plus H2 və 24 qramlıq natrium hidrid reaksiya daxil olan zaman bizə deyir ki, buradan yəni 24 qramlıq daxil olanda 2 qramlıq hidrogen ayrılır. Amma deyir, M qram natrium hidrid reaksiya daxil olanda M çıxılsın, 11 qramlıq hidrogen ayrılır. Normaldakı fərqə baxıram. Yəni 24 ilə 2 arasında fərq 22 qramdır. M ilə də M çıxılsın 11 arasında fərq bilmirəm nə qədərdir, elə ona baxacağıq. Yəni fərq 11 qramdır. Sadəcə nə qədər hidrogen ayrılıb, indi ona baxaq. Deməli 2 qram, daha doğrusu 24 qram natrium hidrid reaksiya daxil olanda, əgər 22 qramlıq arada fərq yaranırsa, bəs 11 qramlıq fərq yarananda nə qədər natrium hidrid reaksiya daxil olub? X-ımız da bərabər olacaq. 24-ü 2-yə bölərəm, 12. Cavab olacaq B variantı. 20-ci sualda xrom, sink və ferrum üçün hansı ifadələr doğrudur? Xrom, sink və ferrum dəyişkən valentlidir. Sink sabit valentlidir. Ona görə 3 üçün də eyni götürə bilmirəm. Hidroksidləri suda həll olunur, bəli, 2-ni götürərəm. Oksigen ilə reaksiya daxil olur. Bəli, olurlar, oksid əmələ gətirirlər. Natrium OH-la reaksiya daxil olur, xrom yox. Qızdırıldıqda xlor 2 ilə heç ferrum da olmur da, yəni oksidləri amfoter oksidi olsa da özü olmur. Qızdırıldıqda xlorla reaksiya daxil olur. Bəli, üçü də xlorla reaksiya daxil ola bilirlər. 27-yə baxırıq. Metalları verir, natrium OH və xlorid turşusu ilə daxil olması soruşulur. Hansılar natrium OH-la gedər, H xlorla gedər. Amfoter metalları götürəcəm. 1-ə gedəcək B, belə yazaq, 1, 2, 3. Deməli, sink amfoterdir. Sonra alüminium amfoterdir. Bunlar həm natrium OH-la gedəcək, həm xlorid turşusundan B, D yazarıq. İkincidə, natrium OH-la getməsin, H xlorla getsin. H xlorla getsin, məsələn, götürərik onda kalsiumu. Kalsium getməz natrium OH-la. Ferrumu da götürərəm. O da natrium OH-la getməz, amma xlorid turşusuna gedər. Onda olacaq C ilə E.
Kuprum nə H xlorla, nə natrium OH-la reaksiya daxil olmaz. Ona görə də 27-də olacaq. 1-ə B-də, 2-yə C-yə, 3-ə A. Gəldik situasiya. A, buradan belə keçmişəm bir dəfəlik. Hə, 22-ci sual bura qalıb. 21, 22 bunlar qalıb. 21-ci sual. Oksidləri verir, deyir xromun kütlə payı. Ən çox kütlə payı birincədədirsə, hansı maddələr natrium OH-la reaksiya daxil olur? Xromun deməli oksidləri xrom O, xrom 2O3, bir də xrom O3 var. Xrom O3 var. Bunlardan xrom 2O3. Aha, bunların omeqalarına baxsaq, xrom emeri, deməli, belə deyək də, ən çox omega hansında olacaq? Ən çox, belə baxsaq, məsələn, xrom oksiddə 52 bölünsün, 52 plus 16. 52 plus 16. Məsələn, 68-ə. 68-ə. Burada baxsaq, 52-ni 102 bölünsün. 102 plus 48-ə, bu da 150 eləyər. İxtisar eləsək, 52 bölünsün, 75 kimi saxlayaq, müqayisə eləyəcəyik deyənə. 52 bölünsün, 52 ilə də 48-in cəmi, 52 plus 48, bu da 100. İndi burada ən çox omega görürük ki, birincidədir də, yəni omega 1, bizə şərtdə də verir ki, omega 1 ən böyüdür, onda bura X olacaq. Sonra, daha sonra biraz daha az olan omega 3'dür. Omega 3'dürsə, bu onda omega 3 olanda Z olur. Sonra da qaldı omega 2, o da sözsüz ki, Y olacaq. İndi biz də bilirik ki, natrium OH-la amfoter olan, bir də turşu xassəli olan reaksiya gedə biləcək də. Amfoter və turşu xassəli olan Z-lə Y-dir. Ona görə də cavab olacaq C variantı. T maddəsini müəyyən eləyin. Mis qatı sulfatla reaksiya gedən zaman alınacaq H2O, bir də SO2. Natrium duru sulfatla reaksiya daxil olanda natrium sulfat və H2 ayrılır. İndi bizə deyir ki, T maddəsini müəyyən eləyin. Deməli, H2 ilə H2 reaksiya getməyəcəyinə görə SO2 ilə deməli, onda deməli SO2 maddəsidir də, X maddəsi, SO2-dir onda, Z-imiz də H2-dir. SO2 və H2 reaksiya gedən zaman S plus H2O əmələ gəlir. İndi deyir, T maddəsini müəyyən eləyin. Artıq biz Y-in su olduğunu başa düşdük yuxarıdakı reaksiyadan. Ona görə Y-ilə işimiz yoxdur. T maddəsi nədir? Olacaq kükürt. Bu cürə. Aha, davam eləyirik. 23-də bizdən nə soruşur? Kalsium və magneziumdan ibarət. Kalsium və magneziumdan ibarət 152 qram qarışıq xlorid turşusu ilə reaksiyasından bizə verər kalsium xlor 2 plus H2, 2 əmsalı yazdıq. Magnezium xlor 2 plus H2, 2-ni də yazdıq bura. İndi deyir, reaksiyadan 152 qramlıq reaksiyadır. Deməli, bu X mol götürsəm, buranı Y mol götürsəm, 40X üstə gələk 24Y, yəni qarışıq olaraq bərabər olacaq 152 qrama. Və sonra deyir, buradan 5 mol H2 ayrılıb. X kalsium reaksiya gedəndə X mol H2, Y mol magnezium reaksiya gedəndə Y mol H2 alınırsa, ilkin qarışıqda deyir, kalsiumun kütləsini hesablayın, onda X plus Y-imiz də bərabərdir 5-dirsə, sistem tənliyini həll etsək, X nəyə bərabərdir? 5 çıxılsın, X bərabərdir 5 çıxılsın Y-a, gətirib yerinə yazsam, 40 vurulsun, 5 çıxılsın Y, plus 24 Y bərabərdir 152. 200 çıx 40Y plus 24Y bərabərdir 152. Bu eləcə mənfi 16Y o tərəfə keçirsək 200-ü, o da mənfi 48. Onda Y-imiz bərabər imiş 3-ə, X-imiz də bərabər imiş 2-yə.
və bizdən kalsiumun kütləsini istəyirsə, kalsiumu biz x mol götürmüşük də, düzdürmü? X 2-dirsə, 2-ni vuraram 40-a, eləyəcək 80. 23-də cavab olacaq 80. Getdik 24-də. 1 litrində, deməli, bu qədər kalsium karbonat olan suyun 1 tonunun codluğunu aradan qaldırmaq üçün neçə qram natrium karbonat lazımdır? Deməli, kalsium hidrokarbonat plus natrium karbonat alınır. Kalsium karbonat çöküntü plus natrium hidrokarbonat. Baxırıq, əmsala ehtiyac varmı? Hidrokarbonat 2 dəfə, natrium 2 dəfə. Aha, bura 2 yazırıq. Və nə deyir? Deməli, 1 litrində 32,4 qram milliqram kalsium hidrokarbonat olan suyun 1 tonunun codluğunu aradan qaldırmaq üçün neçə qram natrium karbonat lazımdır? Şərtdə deyilir ki, 1 litrində 32,4 qram milliqram kalsium karbonat olan suyun 1 tonunun codluğunu aradan qaldırmaq üçün. Deməli, əvvəl emirləri yazaq. Natrium karbonat 106, kalsium hidrokarbonat 162. Əgər 1 litrində kalsium hidrokarbonat 32,4-dürsə, indi 1 tonunun, yəni 1000 millilitrində nə qədər olacaq, onu hesablamalıyıq. Deməli, x də buradan bərabərdir. 32,4-ü vurarıq 106-ya, bölərik 162-yə. Burada 0,2, o da bərabərdir. Deməli, 12. Aha, vergülü də atarıq. 21,12. Deməli, 21,12 qram natrium karbonat bizə lazım olar. 25-ci sualda hansı sınaq şüşəsində reaksiya gedər? Natrium H xlorla, bəli, bu gedəcək. Ferrum H xlorla, bəli, bu da gedəcək. Kuprum H xlorla getməyəcək. Kalsium H xlorla gedəcək. Argentium H xlorla olmayacaq. Deməli, cavab olacaq 1-ci, 2-ci, bir də 4-cü sınaq şüşələri. Deməli, natriumla H2SO4-ün reaksiyasında natrium 2SO4 plus H2S, bir də H2O. Əmsallaşdırsaq, kükürt müsbət 6-dan mənfi 2 gəldiyinə görə 8 elektron alıb, 8 yazdım natriumun qarşısına, 1, aha, onda natrium 4, kükürdüm 5 oldu, onda suya da 4 yazaram. İndi nə soruşur? Deyir ki, natrium, 46 qramlıq natrium sulfat turşu ilə reaksiya gedən zaman, yəni buradan gəlib ayrılan H2S qazı olacaq da. M qram H2S qazı ayrılıb, biz də M-i tapmalıyıq. Onda 8 vurulsun 23-ə, 8 vurulsun 23-ə, 34 qram H2S-in alındığını görürəm. M də bərabərdir. M bərabərdir. 46-nı vururam 34-ə, bölürəm 8 vurulsun 23-ə. Burada 2 qalar. Bu da eləyəcək 68. 68-i də 8-ə bölsək, deməli 68-i də bölsək 8-ə, bu da düşəcək 8,5. Cavab olacaq 8,5. Davam eləyirik. Bayaq 27-ni işləmişdik. İndi gəldik situasiya sualına. Situasiyada deyilir: ayrı-ayrı kolbalarda kalsium X2 və kalsium Y2 maddələri üzərinə su əlavə edilir. Birinci kolbada molekulunda 4 atomu olan xətti quruluşlu qaz halında maddə. Aha, bu artıq mənə gəlir ki, asetilendir. Nəyə görə? Çünki kalsium karbid olarsa, qaz halında 4 atomu olan, özü də xətti quruluşlu, 180 dərəcəlik. Yəni, bu kalsium karbiddir. Digərində də deyir, gurulayıcı qazın tərkibinə daxil olan qaz ayrılır. Gurulayıcı qazın tərkibinə daxil ola biləcək nədir? 2H2 plus O2-dir də. İndi amma baxaq görək nələr var, nələr yox. Deməli, 28-də birinci kolbada alınan ion rabitəli maddənin kimyəvi formulu kalsium karbid. Kalsium karbid. Tarifi adı alınan ion, alınan maddə. Aha, belə yazaq onda bir dəqiqə.
reaksiyasını yazaq. Kalsium karbidi su ilə reaksiya aparaq. Buradan alınacaq kalsium OH2 plus C2H2. İndi birinci kolbada alınan iyon rabitəli maddə budur da. Düzdürmü? Kalsium OH2. Kalsium OH2 biz nə deyirik? Sönmüş əhəngdir də bunun tarixi adı. Sönmüş əhəng. Sonra birinci kolbada baş verən reaksiyanın tənliyini yazın. Biz artıq yazdıq. Əmsallaşdırın. Aha, əmsallaşdırsaq. Baxaq, suyun qarşısına 2 yazsam, 4 hidrogen, 2 oksigen əmsallaşdırdıq. Bunu etdik. Sonra gəldik 30-cu suala. Bizə deyir ki, nə deyir bizə? 30-da, ikinci kolbada baş verən reaksiyanın qrafikinə əsasən. Deməli, ikincidə də onda hidrogen ayrılacaqsa, bu kalsium hidrid olar da, kalsium H2. Və biz bura su əlavə etsək, kalsium OH 2 dəfə plus H2 alınacaq. Əmsallaşdırsaq, suyun qarşısına 2 yazmağımız, deməli 4. Suyun qarşısına oksigenə görə 2 yazdıq. Bu zaman hidrogenlərin sayı artdı. Onda bir dənə də hidrogenin qarşısına 2 yazın. Aha, əmsallaşdırdıq. İndi bizə nə deyir? Deməli, mən m qram götürmüşəm kalsium hidriddən. M qram götürmüşəm, hamısı sərf olunub. M-i və N-i hesablayın, yaxşı. Sonra görürəm ki, M plus 16 qramlıq maddə alınıb. M plus 16 qramlıq maddə alınıb. Həmçinin də N qramlıq maddə alınıb. Aha. Deməli, 42 qram reaksiya daxil olanda kalsium OH2 74 olmalıdır, səhv etmirəmsə. Bir də hesablayım. 40 plus 34. Bəli, 74. 74 qramlıq maddə alınır. Aradakı fərqə baxsaq, 32 qram arada fərq var. Aha. İndi əgər 42 qramlıq kalsium hidrid sərf olunanda 32 qram artımla maddə alınırsa, bəs 16 qram artımla nə qədər, yəni m qram maddə sərf olunar? Onda m-i buradan tapsaq, 16 və 32 ixtisar getsə, 42-ni də 2-yə bölsək, 21 qram. M-imizi tapmış oluruq, 21 qram. Bunu tapdıq, 21 qram. İndi gələk hidrogeni tapmağa. Əgər 42 qram kalsium hidrid suda həll olan zaman 4 qram hidrogen alınırsa, bəs 21 qram kalsium hidrid suda həll olanda nə qədər hidrogen ayrılacaq? Bu da 4-ü də 2-yə bölsəm 2 eləyər. Cavab olacaq 2 qram.